Selamun Aleyküm ve Rahmetullah Şeyx. Və aleykum salam və rəhmətullah və bərəkətuhu. Şeyx, mən təravihi evdə qılmaq istəsəm, mütləq deyilmi ki, 11 rükət qılım, yoxsa 2 rükət qılıb, sonra 1 rükətdə vitri qıla bilərəm? Və təravihlə təhəccüdün fərqi nədir? Onu da deyərdiniz zəhmət. Elhamdülillah. Yəni əslində təravih elə gecə namazıdır. Hələ təhəccüddür və qiyamul leyldir. Elhamdülillah. Təhəccüd hələ qiyamul leyldir və təravihdir. Sadəcə Ramazanda o namaza niyə üçün təravih deyirlər? Çünki müsəlmanlar qılırlar, dincəlirlər, sonra təzədən qalxıb qılırlar. O dincəldiklərinə görə təravih adı verilir əsasən. Bu səbəblərdən biridir. Və şərt deyil ki, mütləqdir ki, 11 qılasan. Çünki təravih namazı vacib deyil, müstəhəbdir. Vacib 5 namazdır və salam. Amma məsələn, tutaq ki, yorğunsan, qılırsan 2-1 və ya 2-2-1. 2-2-2-1. Eyb etməz. Nə qədər bacarırsan, elə də qıl. Amma qıla bilərsənsə 11 qıl. Amma birdən 2-1 qılsan, yenə sayılır namazın. Yenə təravih sayılır. Allah sizə razı olsun.